Bismillah. Pula pul deməyəcək bürclər kimlərdir? Pul enerjisi mövzusunda bəzi bürclər var ki, onlar həqiqətən pula pul demir. Yəni həm qazanmaq, həm də artırmaq baxımından daha şanslı və çevik olurlar. Amma bunu biraz realist yanaşsaq, bu yalnız bürclə yox, insanın qərarları ilə də bağlıdır. Sənin üçün ən çox pul çəkən bürcləri deyim. Birinci, buğa. Buğa pulun simvoludur. Səbirli, planlı və riskləri ölçüb biçən olduğu üçün zamanla böyük qazanc yığır. Pul onun üçün sadəcə şans yox, strategiyadır. Oğlaq. Oğlaq zəhməti ilə zirvəyə çıxan bürcdür. Uzun müddətli plan qurur və gec də olsa böyük pul qazanır. Pula pul qatmaq məsələsində ən güclülərdəndir. Üçüncü, əqrəb. Əqrəblər gizli imkanları görür. İnvestisiya, biznes, riskli sahələrdə belə böyük qazanc əldə edə bilirlər. Pul axını birdən-birə yüksələ bilər. Dördüncü, şir. Şir bürcü liderlik və diqqət mərkəzi olduğu üçün pulda onu tapır. Xüsusilə özünü göstərdiyi sahələrdə səhnə, biznes, rəhbərlik çox qazana bilər. Beşinci, qız. Qız bürcü ağıllı idarə edir. Az qazanıb özü çox yığmağı bacarır. İsraf etmir, buna görə də pulu çoxalır. Qısa nəticə, ən çox pula pul deməyən bürclər buğa, oğlaq, əqrəb, daha çox şansla qazananlar şir, qız.